Biz bayaq and və or-un bir-birindən fərqinə baxdıq. İndi isə or-la bağlı bir-iki şey demək istəyirəm. Tutaq ki, sizin müdir yenə sizdən nəsə istəyir. Deməli, bu səfər istəyir ki, departamenti, tutaq ki, deyək 50 olan, 20 olan və 30 olan işçilərin siyahısını, məsələn, burada 10 daxil olmasın tutaq ki. Biz bunu necə çıxarda bilərik? Biz bunu, 2 cür çıxarda bilərik əslində. Tutaq ki, sizə, deyək yenə də, bəzi sütunlar lazımdır. Deməli, burada qeyd edirik department ID-ni from HR employees. Okay. İndi mən necə filtrləyərəm ki, mənə versin department ID-si 50, 20 və 30 olan işçiləri, düzdür? Where department ID bərabər 50. Bir belə yaza bilərəm. 50-yə bərabər olsun. Və yaxud çünki və yaza bilmərəm. Həm 50, həm necə 20-yə bərabər olar bir dəyər. Yəni bu mümkün deyil. Sizdə error verə bilər. Və mən burada qeyd eləyəcəm 20 və 30. Aha. Gəlin sorğuya yenidən baxaq. Deməli, mən nə etdim? Adı, soyadı, departamenti çıxardıram HR employee-dən. Harda ki, department ID ya 50-yə bərabərdir, ya 20-yə, ya da 30-a. İndi gəlin bu sorğunu run eləyək, görək bizə nəticədə nə verir. Bəli, siz görsəz ki, nəticədə sizə 50, 20, 30 bu departamentləri verir sadəcə olaraq. Başqa heç bir departamenti bura əlavə eləməyib. Amma ki, düşünün ki, sizə tutaq ki, yüzlərlə departament soruşulur. Məsələn, 600 departamentçini tutaq ki, deyirəm, təbii ki, bu qədər çox hər halda departament olmaz. 600 departament içində tutaq ki, sizə verir 100 dənəsini tap. Siz burdan hər dəfə durub or bərabərdir, nə bilim, department ID bərabərdir 50, or. Bunu yəni yazmaq qeyri-mümkündür. Sizə yəni sətirlərlə gərəksiz sorğu yazasınız da. Bunun qarşısını almaq üçün SQL-da nə istifadə olunur? Əslində çox rahatdır. Deməli, mən bunu silirəm və yazıram ki, department ID 50, 20 və 30, düzdür? Bu formada yazdıqda. Və mən gələcəm indi bunu run eləyəcəm. Görək bizə nəticədə nəyi çıxardacaq. Gəlin bunu aşağıdan yazaq, qarışmasın. Okay, bu formada səliqəli olacaq. Aha. Oy, pardon. Baxın, görün, ona görə deyirəm ki, sətirləri ayrı-ayrı yazmaq lazımdır, çaşdırmasın. Aha. İndi gəldi mənə eyni nəticəni verəcək bayaqki yazdığım or ilə. Gördünüz? Eyni nəticədir. Amma bu ini niyə istifadə edirik? Çünki çox rahat olsun deyə. Bayaqki hər halda uzun yazmaqdansa, bu formada qısa yazmaq daha rahat olar. Hər hansısa bir sorğunu çıxartmaq üçün də asan formada çıxarda bilərsiniz. İndi mənə müdir deyir ki, get mənə 50, 20, 30 olmayanları çıxart gətir. Mən bu zaman nə edirəm? Burada not əlavə eləyirəm bir dənə. Başqa heç bir şey. Not in 50, 20, 30. Bu formada yazsaq, görərsiniz ki, 80, 70, 100 bütün departament ID-lərini gətirdi, 50, 20, 30 olmayan. Yəni ini və not ini bu formada istifadə eləyə bilərsiniz. İndi isə keçid eləyək like-a. Like nədə istifadə olunur? Tutaq ki, sizdən gəlin baxın, burada tutaq ki, bizdə verilib də Ellen, Sundar, tutaq ki. Bizə deyir ki, müdir, get baş hərfi adlarda da təbii ki, adlarda deyək bu dəfə. Baş hərfi SU ilə bitən işçilərin siyahısını mənə gətir. SU ilə başlasın, bitsin. Mənə bu lazımdır tutaq ki. Biz bu zaman nə edirik? Yazırıq first name. İstəsəz last name fərqi yoxdur, yaza bilərsiniz, yazmaya da bilərsiniz. From HR employees. Bu zaman mən nə edirəm? Mən bir filtr tətbiq edirəm axı. Where istifadə edirəm və yazıram first name. Aha. İndi nə edirəm? Like-ı bu zaman istifadə edirəm. Like gəldik dırnaq işarəsini qoyduq. İndi bizdən nə istəmişdi müdür? S-U ilə başlayanlardır, düzdür? S-U
Geri qalanı heç bir önəmi yoxdur. SU ilə başlasın. Və bizdə burada görürük də Sundar var, düzdür? Və gəlirik bura. Bizim sorğumuzu yazdıq, bitirdik. Gəlirik bu formada biz sorğunu run eləyəcəyik. Aha, biz gördük ki, SU ilə başlayan təkcə Sundar deyil, Susan da var, Sandita da var, bilmirəm necə tələffüz olunur, qəribə-qəribə adlardır. Və bu formada biz artıq run etdik, düzdür? İndi məndən istəyir ki, tutaq ki, gəlin bir dənə ümumi select eləyək, buradan bir şey çıxardaq. Deyəcəm sizə HR employees. Okay, gəlin bir dənə bunu run eləyək. Tutaq ki, görürsüz burada çoxlu adlar var da. Pardon, əlimdə idi. Okay, burada görürsüz ki, çoxlu adlar var da. İndi məndən istəyir ki, tutaq ki, Jennifer sözündə, yəni ortada 2 dənə n hərfi olan, birləşmə olan mənə adı çıxartsın. Bu zaman biz nə edirik? Gəlirik bunu kopyalayırıq. Bu hissəni siləcəyik. Bizə nə istəyir? Ortada 2 dənə n hərfi olsun. Fərqi yoxdur. Yenidən faiz işarəsini qoyuruq. Niyə? Çünki bizə başlığı önəmli deyil. Sadəcə 2 dənə hərf olsun, n hərfi olsun. Harda olur, necə olur olsun, 2 dənə n hərfi olsun. Bu zaman biz bunu run etdikdə görəcəksiniz ki, baxın, 2 dənə n hərfi. Biz arxasına faiz işarəsi atmışıq, amma boşluqda heç bir şey yoxdur. Baxın, faiz var, bir də var. Altdan xətt işarəsi. Bununla bunun fərqi nədir? Faiz 2-dən artıq simvol da ola bilər, bir dənə də ola bilər, heç olmaya da bilər. Amma altdan xətt işarəsi bir dənə də olsa mütləq bir işarə hərf olmalıdır, mütləq şəkildə. İndi biz bunu nədə istifadə edəcəyik? Mən onu sizə göstərəcəm. Tutaq ki, biz bu formada yazdıq da, düzdür? Bizdən istəyir, deməli, select first name, adımızı yazdıq, n-lə ki, qoşa n olanı yazdıq. Tutaq ki, biz bu formada yazsaq məsələn altdan xətt. Görək bu zaman bizə nəyi verəcək? Heç bir şey vermədi. Niyə? Çünki baxın, burada bizim faiz işarəsi qeyd etdikdə bizdə çoxlu əlavələr var idi. Trenna tutaq ki, trenna. Bu sözü yadınızda saxlayın, düzdür? N-dən əlavə 3 dənə simvol var, düzdür? Gəlin biz 3 dənə elə simvol yazaq, sırf 3 dənə. Görək nə verəcək bizə? Trenna. Gördünüz? Çünki niyə? N-dən qoşa n-dən qabaq biz 3 dənə altdan xətt yazmışıq. Biz faiz versək ümumi hamısını verəcək, amma biz 3 dənə yazdığımıza görə ondan əvvəl tapır gedir 3 dənə hansı varsa onu verir. İndi gəlin biz burada balaca T hərfi yazaq və bu formada run edək. Görək bizə nə verəcək? Heç nə, heç bir şey. Amma bu formada yazsaq T hərfini böyüklə, görək bu səfər bizə nəyi verəcək? Trena. Çünki niyə? T hərfi burada böyük hərflə yazılıb. Ona görə də biz rahatlıqla bunu istifadə edə bilərik. Yəni ki, bu hissələr tam aydın oldu. İndi isə keçid edək. Where-da bir hissə var. Deməli, tutaq ki, select first name. Müdür bu səfər bizdən istəyir ki, first name, last name, dəqiqə bunu qeyd edeyim. Department ID from HR.employees. Bu səfər müdür bizdən istəyir ki, get mənə department ID-si deməli 50 və 30 belə deyək də 20 və 50 arasında olan departamentləri seç çıxart. Between, bu zaman between-dən istifadə edəcəyik. Nə dedik? 20 və 50. Düzdür? Bu formada biz sorğumuzu run edəcəyik. Baxın. 20-də var, 30-da var, 50-də var. 40 bilmirəm var yoxsa yoxdur ümumiyyətlə datasetdə. Deyəsən 40 yoxdur. Okay. Və bu formada biz sorğumuzu run etdikdə gördüyünüz kimi bütün datalar çıxır. Yəni between sırf bu formada istifadə olunur. İndi isə mən demək istəyirəm ki, 20 və 50 arasında olmayanları çıxart. Və bayaq yazdığım not between-i təbii ki, burada da istifadə edə bilərəm də, düzdür? Baxın.
bu formada yazdım və burada 50 və 20 və 50 arasında olan heç bir departamenti gətirib burada çıxartmayacaq. Bitwindən də bu qədər idi. Deməli biz bu dəfə sizinlə Bitwini əhatələdik, like-ı əhatələdik və ini əhatə elədik və bunların hər birinin də qabağında notu istifadə edə bilərsiniz. Bu formada sorğuları yaza bilərsiniz. Növbəti dəfə baxacağıq order by-a və bəzi digər sorğulara baxacağıq. İzlədiyiniz üçün təşəkkür edirəm.